Gürcüstanda gizlənən 2 Azərbaycan vətəndaşı tutularaq ölkəyə gətirilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinə məlumat verilib. Bildirilib ki, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 22 yanvar 1993-cü il tarixli konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları İsmailzadə Əbülfət Həsənoğlu və Əzizov Amal Sarvanoğlu'nun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər. Qeyd olunan şəxslər Gürcüstan ərazisində saxlanaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər. Qeyd edək ki, iş üzrə daha öncə həbs olunan Ruslan Eyyubov Prezident Katibliyinin rəisi General Polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.